Rusiya Paşinyandan niyə narazıdır? Zaxarova elə şeylər danışdı ki. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını tənqid edib. Global Info az xəbər verir ki, Zaxarova Paşinyanın üçüncü ölkələrlə Ermənistan ruhaniləri arasındakı münasibətlər haqda çıxışını Rusiyaya ünvanlanan mesaj kimi xarakterizə edib. O, həmçinin Paşinyanın Avropa İttifaqı ilə bağlı mövqeyini istehza ilə qarşılayıb. Paşinyan, Aİyə qəbul edilsək yaxşı olacaq, əks halda da qazanacağıq deyir. Belə insanlar adətən oyun qaydalarından xəbərsiz olurlar, Zaxarova bildirib. Rusiya HN rəsmisi çıxışında Avropa İttifaqının iqtisadi çətinliklər yaşadığını iddia edib. Onun sözlərinə görə ayda sənaye istehsalının azalması, dövlət borcunun artması, miqrasiya böhranı və enerji qiymətlərinin yüksəlməsi vətəndaşların həyat səviyyəsinə mənfi təsir göstərir. Zaxarova bildirib ki, Ermənistanın Avropa standartlarını tətbiq etməyə çalışması qəribə görünür. Çünki ölkə həmin standartların hazırlanmasında iştirak etmir. Bunun əksinə olaraq Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlarda Ermənistan qərarların qəbulunda tam hüquqlu iştirakçıdır. O əlavə edib ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə məhz Aİ ilə ticarət-iqtisadi əlaqələrə bağlıdır və ölkə ötən il 7,2% civarında artım tempi nümayiş etdirib. Bu da dünyadakı orta göstəricilərdən daha yüksəkdir. Hörmüz üçün kömək istəməyə məcbur oldular, Arakçı. Amerikalıları bu müharibəyə İsrail, daha dəqiq desək, Netanyahu cəlb etdi. Axar az xəbər verir ki, bunu İranın Xarici İşlər Naziri Abbas Arakçı deyib. Düşünürəm ki, onlar son məqsədlərinin nə olduğunu belə bilmirlər. Hər gün fərqli bir şey deyirlər, rejim dəyişikliyi, İranı bölmək, hökuməti dağıtmaq və ya qeyd-şərtsiz kapitulyasiya. Bütün bunlar səhv hesablamaya əsaslanır. İndi onlar bunu anlayırlar və özlərini çətin vəziyyətdə tapıblar. Şərtsiz təslim olmağı tələb edənlər indi Hörmüz boğazını yenidən açmaq üçün kömək istəməyə, ölkələri dəvət etməyə və xahiş edirəm, kömək edin deməyə məcburdurlar. Bu müharibəni ABŞ başladı. Səhvini etiraf etməli və təcavüzünə son qoymalıdır, Arakçı bildirib. Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb.